Hər kəsə salam. Bugünkü mövzunu öz iş otağımdan çəkmək istədim. Çünki bu mövzuda daha çox çalışıram, bu mövzuda olan sorunlarla. Tək sessiyalarda yox, elə adi həyatda da bununla daha çox rastlaşıram. Öz təcrübəmdə də bu hadisələrlə rastlaşıram və ona görə də istərdim ki, bu barədə danışaq. Çox vaxt insanlar öz dəyər anlayışını yanlış anlayırlar. Yanlış anladıkları üçün də onların həyatına çox böyük təsirlərini göstərə bilir. Necə göstərə bilir? İnsanlarda belə bir anlayış var ki, əgər başqa insan məni qəbullanırsa, başqa insan mənə yaxşı davranırsa, gəlin indiki reallıqdan götürək, məni like edirsə, mənə komment yazırsa və yaxud da partnyorum daima mənim istədiklərimi yerinə yetirirsə və yaxud da mənə xoş davranırlarsa, daima belə deyək də hazırdılarsa mənə okey verməyə, bu o deməkdir ki, mən dəyərli biriyəm və öz dəyərini belə deyək də qısacası başqalarının reaksiyaları ilə, davranışları ilə ölçürlər və təbii ki, bu çox yorucu bir şeydir və təbii ki, bu çox ups and downs yaradan bir şeydir. Çünki əgər kimsə sənə yaxşı reaksiya verirsə, sən özünü yaxşı hiss edirsən, dəyərli hiss edirsən, yox əgər bir balaca soyuq münasibət göstərirsə, geri çəkilirsə və yaxud da nə cürsə davranırsa və yaxud da öz problemindən hansısa hisslərdədirsə və yaxud da xəyanət edibsə və yaxud da və sair və ilaxır ardını gətirmək olar və sən özünü çox pis hiss eləməyə başlayırsan, günlərlə, aylarla bu barədə düşünürsən, hətta depressiv vəziyyətə girə bilirsən və özün də başa düşmürsən ki, niyə çək-çevir eləyirsən həmən insanın hərəkətlərini, həmən insanın davranışlarını beynində və bununla barışa bilmirsən. Əslində emosiyalar çox qısa sürən bir şeydir. Yəni insan kimsə sizə nə cürsə davranıbsa, sizi kədərli hiss elətdiribsə, sizə aqressiya yaranıbsa sizdə, bu yaşanılır və bitir və insan öz həyatına davam eləyir. Yox, əgər bu təkrar sizdə davam edirsə, çünki siz o hissləri yaşamağa imkan verməyən hansısa düşüncə var. Bu düşüncə isə çox vaxt dəyərsizlik düşüncəsidir. Çünki siz onu çox şəxsi qəbul edirsiniz. Öz dəyərlərinizə bərabər etdiyinizə görə mən dəyərsizəm hissi sizə imkan vermir ki, siz öz hisslərinizi yaşayasınız. Bəs necə olur ki, insan öz dəyərini başqalarının bax belə davranışından, hisslərindən, reaksiyalarından asılı edə bilir? Məsələ burasındadır ki, bizim uşaqlıq dövründən, yəni inkişaf dövrü var. Bu inkişaf dövründə bu uşağın hardasa 1, 2, 3 yaşı o emosiyaları ilə, tələbatları ilə anaya müraciət etdiyi vaxtlardır və ana həmən anda uşaq üçün belə deyək də güzgü effekti daşıyır. Uşaq hansısa bir tələbatını bildirir və ana onu tez tətmin edir, tez ona reaksiya verir, hansısa emosional reaksiya verir və uşaq hər dəfə bu reaksiyadan özünün var olduğunu hiss edir. Mən varam, mənə reaksiya verirlər, mən dəyərliyəm belə deyək də, belə bir assosiasiya yaranır. Yox, əgər bu belə olmayıbsa və bu çox vaxt da bu belə olmur. Əsasən də bizim dövrdə böyüyən uşaqlarda, hətta indi də var bunu deyərdim. Bu çox vaxt ona görə olmur ki, ana bunu istəmir. Bu çox vaxt ona görə olur ki, analar həmən dövrdə çox öz problemləri ilə məşğul olurlar. Ola bilsin ki, həmən vaxtı münasibətində problem var yoldaşı ilə. Buna çox belə deyək də, rusların bir sözü включённыdır, uşağa emosional prisustuющий ola bilmir, yəni emosional yanında ola bilmir. Funksional olaraq öz öhdəliklərini yerinə yetirir, uşağı yedizdirməkdir, yatızdırmaqdır, əynini dəyişməkdir. Ancaq emosional olaraq ana yoxdur, emosional olaraq əlçatan deyil. Emosional olaraq uşağı görmür və uşağa reaksiya bildirmir. Bunun da öz səbəbləri var. Ola bilsin ana həmən vaxtı çox işləyir, ola bilsin ana həmən vaxtı münasibət problemləri yaşayır və yaxud da ola bilsin ana həmən vaxt özü depressiyadadır və s. və axır. İstənilən bu səbəblərdən ki, mən deyərdim ki, bizim böyümə dövrümüzdə müharibə dövrünə düşüb insanların, valideynlərin problemi daha çox idi və
o vaxtda ancaq sağ qalma uğrunda mübarizə aparılırdı və ona görə də çox az faiz insan var ki, emosional belə deyək də tələbatları ödənilib uşaq vaxtı və çox faizdə bu defitsit olaraq qalıb. Bəs defitsit olaraq qalanda nə baş verir? İnkişaf həmən mərhələdən başqa mərhələyə keçmir. Həmən mərhələdə ilişib qalır psixika və insanları artıq öz dəyərini anlamaq üçün insanları istifadə edir belə deyək də. İnsanların reaksiyasını, insanların davranışlarını, insanların hər hansı bir hərəkətini özlərinə belə öz dəyərini ölçmək üçün istifadə edilir. Ona görə də biz o yetişkinləri görürük ki, daima münasibətdə problem yaşayır. Daima özünün varlığında, özünün dəyərində problem yaşayır. Çünki özdəyər problemi, özdəyər anlayışı yanlışdır. Yanlışdır nəyə görə? Özdəyər anlayışı əgər biz başqalarının davranışlarına bağlasaq, başqalarının bizə reaksiyasına bağlasaq ki, əgər mənə yaxşı reaksiya göstərirsə, demək ki, mən dəyərli biriyəm. Əgər məni like edirsə, mən demək ki, dəyərli biriyəm. Əgər mənə indiki reallıqda götürüb də komment bildirirsə, mənə daha çox baxış gəlirsə, mən dəyərli biriyəm. Əgər bunu belə qəbul etsək və yaxud da partnyorum mənə daim hə deyirsə, bunu belə qəbul etsə, bu özdəyər anlayışına ziddir. Əslində isə özdəyər anlayışını mən belə izah edərdim. Mən varam. Öz dəyərliyəm anlayışını mən varamla əvəz edərdim. Bunda necə baş verir? Burada artıq mən varam, mən nə hiss edirəm? Hiss etdiklərimə güvənirəmmi? Ola bilsin ki, insan nə cürsə davranırsınız, nə cürsə hiss edirsiniz əslində. Amma nədənsə öz hisslərinizə inanmırsınız, həmən insanın hisslərini öncəlik götürürsünüz, həmən insanın fikirlərini öncəlik götürürsünüz və yaxud da sizin hansısa tələbatlarınız var və siz o tələbatların fərqindəsiniz. Və siz fərqindəsiniz ki, mənim bu tələbatlarım var, mən bu tələbatları bu cür ödəyirəm və yaxud da ödəyə bilmirəm və yaxud da bunu ödəməkdə insanları belə deyək də borclu bilirəm və yaxud da onlara bu məsuliyyəti verirəm və yaxud da mən indi nə hiss edirəm və həmən hissdən nə edirəm. Bax, budur var olma hissi. Əgər bunlar varsa, demək ki, sən varsan, sən yaşayırsan. Belə deyək də, dəyəri bununla ölçmək, insanların sizə reaksiyasından, insanların sizə davranışından yox. Çünki bu çox absurddur daima bunu asıl etmək. Çünki insanlar bu tələbatı daim ödəyə bilməyəcəklər. Çünki insanların da öz problemləri var. İnsanların da necə sizin əhvalınız tez-tez dəyişə bilir. Əhvalları dəyişə bilər, hansısa perioddan keçə bilər və ümumiyyətlə rusların bir sözü var, tupa bunu istəməyə bilərlər. Yəni etməyi istəməyə bilərlər. Bu da çox normaldır. Siz bunlardan özünüzü azad edib özünüzə dönsəz, onda artıq özünə söykənmə bacarığı formalaşır. Artıq sizin var olma anlayışınız insanların reaksiyasından asılı olmur. Çox vaxt bu çətin olur, çünki insanlar çox vaxt nə hiss edədiklərinin fərqində deyirlər, tələbatlarının fərqində deyirlər. Çünki bu səs o qədər bastırılıb ki, o qədər ətrafdakı səsdən, reaksiyadan asılı olub ki, bilmir əslində necədir. Mən adətən bununla tez-tez seanslarda işləyirəm. İnsanın nə hiss elədikləri ortaya çıxır, insanın tələbatları ortaya çıxır, onu necə ödədiyi ortaya çıxır və zamanla özünü anlamağa başlayır, zamanla özünə geri dönməyə başlayır və var olduğunu hiss etməyə başlayır. Artıq onun var olması başqasının reaksiyasından asılı olmur, başqasının hansısa hərəkətindən asılı olmur da. Kimsə xəyanət elədi, kimsə yanlış davrandı, kimsə soyuq münasibət göstərdi. Artıq qısası belə desək, anasının maskasını başqalarının üzərindən götürür. Artıq ananı başqalarında görməməyə başlayır və o defisiti başqalarında axtarmamağa başlayır. Ona görə də istərdim bu barədə düşünəsiz, bu barədə baxasız, siz öz dəyərini necə anlayırsınız, siz bu barədə hansı problemlər yaşayırsınız və necə reaksiya göstərirsiniz.
öz fikirlərinizi burada kommentdə yaza bilərsiniz və yaxud da Instagram səhifəmdə mənə yaza bilərsiniz. Mövzunu müzakirə edə bilərik. Hələlik isə hələlik.